Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ve salatu ve selamu ala Resulina Muhammed ve ala alihi ve sahbihi ecmain. Değerli dostlar, Bəqərə surəsinin 61-71. ayələrinə diqqət edək. Allah Azze ve Celle 61. ayədə belə buyurur. Bismillah. وَإِذْ قُلْتُمْ يَا مُوسَى لَنْ نَصْبِرَ عَلَى طَعَامٍ وَاحِدٍ فَادْعُ لَنَا رَبَّكَ يُخْرِجْ لَنَا مِمَّا تُنبِتُ الْأَرْضُ من بقلها وقثائها وفومها وعدسها وبصلها قال ستبدلون الذي هو أدنى بالذي هو خير اهبطوا مصرا فإن لكم ما سألتم وضربت عليهم الذلة والمسكنة وباءوا بغضب من الله ذلك بأنهم كانوا يكفرون بآيات الله ويقتلون النبيين بغير الحق ذلك بما عصوا وكانوا يعتدون. صدق الله العظيم. Allah Azze ve Celle ayet-i kerimede hatırlayın ki siz müəyyən müddət səhrada qalmalı olduğunuz zaman ey Musa biz hər gün yediyimiz eyni taama, qudret halvasından və bildirçin ətindən ibarət olan yeməyə heç vaxt dözməyəcəyik dedilər. Rəbbinə dua et ki bizim üçün torpağın bitirdiyi şeylərdən, tərəvəzindən, sarımsağından, mərciməyindən və soğanından yetirsin dediniz. Musa da cavabında siz xeyirli olan şeyləri bu cür alçaq şeylərlə dəyişdirmək istəyirsiniz. O halda şəhərlərdən birinə gedin, istədiyinizi orada taparsınız demişdi. Onlara zəlillik, miskinlik davası vuruldu və Allahın qəzəbinə düşər oldular. Bu cəza onların Allahın ayələrini inkar etdiklərinə və Zəkəriyə, Yəhyə və Şuayb kimi peyğəmbərləri haqsız yerə öldürdüklərinə görə idi. Bu onların Allaha asi olduqlarına və həddi aşdıqlarına, Allahın əmrlərini pozduqlarına görə verilən cəzalardan idi. Yəhudilərin suya ehtiyacı qarşılandıqları kimi artıq yeməkdən sözdə bezdikləri bildirçin əti və qüdrət halvasından yerin göyərtilərini istədilər. Dünyalıq nemətlərə görə deyil, Allahın əmrlərinə, peyğəmbərlərə qarşı asi davrandıqlarına görə Allah Teala onlara zəlillik, miskinlik tamması vurdu. Onlar öz inadları, ehtiyac və mənfəətləri üçün Allahın dinini dəyişdirməyə, ayələrinə fərqli don geydirməyə, peyğəmbərlərinə əl qaldırmağa qədər cürətləndilər. Onlar öz inadları, ehtiyac və mənfəətləri üçün Allahın dinini dəyişdirməyə, ayələrinə fərqli don geydirməyə, peyğəmbərlərinə əl qaldırmağa qədər cürətləndilər. Onlar əslində özlərinə zülm etdilər, zalimlardan oldular. 62-ci ayət-i kərimədə İnnellezîne âmenû vellezîne hâdû vennasâra vessabiîne men âmene billâhi vel yevmil âxir ve amile sâlihen felahum ecruhum inde rabbihim ve lâ khâfun aleyhim ve lâ hum yahsenûn. Sadaqallahul azim. Allah Azze ve Celle ayet-i kerimede iman getirenlerden, Müslümanlardan, Musevi, Yahudi, İsavi, Hristiyan ve Sabilerden Allah'a ahiret gününe sədaqətlə inanıp yaxşı iş görenlerin mükafatları Rabbinin yanındadır buyurmaktadır. Kıyamet günü onların ne bir korkusu olar, ne de onlar bir qəm qüssə görərlər. İman getirip hakkıyla Allah'a ibadet getiren Yahudi, Hristiyan ve Sabilerden olanların gördükleri yaxşı işlərin mükafatlarını Allah Teala verir. Onlar iman getirdiklerine, Allah'ın əmrlərinə qarşı itaət və təslimiyyət göstərdikləri üçün qiyamət günü nə bir qorxuları, nə də qəm qüssə sahibi olarlar. Hər biri Peyğəmbərinin gətirdiklərinə tabi olduqları kimi, Peyğəmbərinin gəlməsini müjdələdiyi ən son Peyğəmbərdən, ən son dindən nəsibini almaqla nicat tapar. Şübhəsiz ayət-i kərimədə keçən hər bir şəxs nümayəndə Peyğəmbərinin gətirdiklərinə tabi olduğu kimi, Peyğəmbərinin gəlməsini müjdələdiyi ən son Peyğəmbərdən, ən son dindən də nəsibini almaqla nicat tapar. İnsanlar davamçısı olmadığı, görmədiyi heç bir dindən, nə də Peyğəmbərin gətirdiklərindən şübhəsiz hesaba çəkilməz. 63-cü ayət-i kərimədə وَإِذْ أَخَذْنَا مِيثَاقَكُمْ وَرَفَعْنَا فَوْقَكُمُ الطُّورَ خُذُوا مَا آتَيْنَاكُمْ بِقُوَّةٍ وَاذْكُرُوا مَا فِيهِ لَعَلَّكُمْ تَتَّقُونَ. Sadaqallahul azim. Allah Azze ve Celle ayet-i kerimede ey İsrail oğulları sizden əhd peyman aldığımızı ve Tur dağını başınızın üzerine kaldırdığımızı hatırlayın. Biz size gönderdiğimizi Tövrat'ı möhkəm tutun. İçindekileri unutmayın ki belki pis əməllərdən çəkinəsiniz diye emretmiştik. Bəni İsrail'in inadı, nemətləri, inkarları, Allah'ın peyğəmbərlərinə qarşı düşmənçilikləri üzərlərinə Tur dağı qaldırılaraq əhd alınmalarına səbəb oldu. Biz size yüzlerlə nemət, hikmət, dünyadaki hər şeydən qiymətli hidayət nəsib etdikdən sonra Tövrata qəti şəkildə sarılmanızı,
pis əməllərdən çəkinmənizi əmr etdik. Bəlkə bu əhdinizə sadiq çıxıb yersiz inatla inkardan, şükürsüzlükdən uzaqlaşarsınız. 64-cü ayət-i kərimədə Allah Azze ve Celle ثُمَّ تَوَلَّيْتُمْ مِنْ بَعْدِ ذَلِكَ فَلَوْلَا فَضْلُ اللّٰهِ عَلَيْكُمْ وَرَحْمَتُهُ لَكُنْتُمْ مِنَ الْخَاسِرِينَ Sadakallahu azim buyurmaktadır. Ayet-i kerimede bundan sonra siz əhdinizdən döndünüz, əvvəlcə əməl etdiyiniz Tövrat'a, sonra əməl etmədiniz. Əgər sizə Allahın yazığı və rəhmi gəlməsəydi, tövbə etmək üçün möhlət verilməsəydi, əlbəttə böyük zərər çəkənlərdən olardınız buyurmaqdadır. Bütün bu nemətlərdən, peyğəmbərlərlə göndərilən hikmətlərdən, dünyada olan hər şeydən qiymətli hidayətdən nəsiblərini aldıqları halda, Yəhudilərin inat və inkarları əhdlərinə sadiq çıxmadıqları ifadə olunur. Əgər Allahın sizə rəhməti gəlməsəydi, sizə tövbə qapısı tanımasaydı, böyük zərər çəkənlərdən olardınız. 65-ci ayət-i kərimədə وَلَقَدْ عَلِمْتُمُ الَّذ۪ينَ اَعْتَدَوْا مِنْكُمْ فِي السَّبْتِ فَقُلْنَا لَهُمْ كُونُوا قِرَدَةً خَاسِئِينَ Sadakallahu azim. Həqiqətdə siz bilirsiniz ki, içərinizdən bəziləri şənbə günü, Davud zamanında şənbə günü balıq ovunu qadağan edilməsi haqqında olan əmirdən kənara çıxdılar. Biz də onlara zəlil və həqir meymunlar olun dedik. Qadağan olunan meyvədən yemək, ibadət, əmr olunan gündə balıq tutmaq, bir gün su içmə haqqı ayrılan salihin dəvəsinə əl uzatmaq, Allahın sonsuz rəhmətini daraldan davranışlardan deyil. İlahi əmir, yeganə məbud olan Allahın sonsuz nemətlər qarşısında ən sadə imtihanlarından uğurla keçə bilməyən qullarına qarşı bir cəzalandırma metodudur. Siz şəkil olaraq Davud dövründəki ibadət günündə qadağan olunan davranışla zəlil və həqir meymun halına gəldiniz. Fərqli rəvayətlərdə bu şəxslərin cismani olaraq, bəziləri isə əxlaqi olaraq meymun kimi tərxəh davranışa sahib gəldiyini ifadə olunur. 66-cı ayət-i kərimədə فَجَعَلْنَاهَا نَكَالًا لِمَا بَيْنَ يَدَيْهَا وَمَا خَلْفَهَا وَمَوْعِظَةً لِلْمُتَّقِينَ Sadakallahu azim. Ayət-i kərimədə biz bunu onlarla bir dövrdə yaşayanlar və sonradan gələnlər üçün ibrət və müttəqilərdən ötürü nəsihət olsun deyə etdik. Qadağan olunan ibadət günündə bu qadağaya əməl etməyənləri meymuna çevirərək zəlil və həqir etməyimiz digər insanların görərək bu qadağaya əməl etməsinə və müttəqilər üçün bir nəsihət olması üçündür. Əsl zəlil və həqirlik vücudla insan, düşüncə ilə meymun olmaq olsa da, cismani və ya ruhani şəkil dəyişməsinin ayənin hikməti qarşısında mahiyyəti yoxdur. Əsl zəlil və həqirlik vücudla insan, düşüncə ilə meymun olmaq olsa da, cismani və ya ruhani şəkildə dəyişməsinin ayənin hikməti qarşısında mahiyyəti yoxdur. Təbii ki, hadisə ilə əlaqədar müxtəlif təfsirlərdə müxtəlif görüşlər vardır. Bəziləri bu qadağaya əməl etməyənlərin şəkil olaraq dəyişdiyini, bəziləri isə mənəvi olaraq meymuna çevrilmələrini dilə gətirir. Ən doğrusunu Allah bilir. Bir digər ayət-i kərimədə 67-ci ayədə وَإِذْ قَالَ مُوسَى لِقَوْمِهِ إِنَّ اللّٰهَ يَأْمُرُكُمْ أَنْ تَذْبَحُوا بَقَرَةً قَالُوا أَتَتَّخِذُونَا حُزُوًا قَالَ أَعُوذُ بِاللّٰهِ أَنْ أَكُونَ مِنَ الْجَاهِلِينَ Sadakallahu azim. Ayət-i kərimədə Allah Azze ve Celle yadınıza salın o vaxtı ki, Musa öz qövmünə Allah sizə bir inək kəsmənizi əmr edir dedi. Onlar isə bizi məsxərəyə mi qoyursun? Bizi ələm salırsan dedilər. Musa da Allah özü məni cahil olmaqdan saxlasın dedi. İnsanların sevdiyi, tanrılaşdırdığı əşyanı, varlığı ortadan qaldırmaq onların tanrılaşdırma inanclarının ən böyük zədədir. Bu mənada Həzrət Musaya qövmünün inəyə sitayiş etmə vərdişini, Tanrının gözlə görünmə inancını ortadan qaldırmaq üçün inək kəsilməsi əmr olunur. Bəni İsrail uzun müddət inəyə sitayiş etmə inancından sıyrılıb, inəyi kəsməsi çox çətin, hətta imkansız olduğu üçün Həzrət Musa'yı bizi ələ salırsan etirazını bildirdi. Həzrət Musa onların bu etirazları, bitməyən inadları qarşısında cahil olmaqdan, kimsə ələ salmaqdan Allaha sığınaram, mən cahillərdən deyiləm bildirdi. Bir digər ayət-i kərimədə 68-ci ayətdə
قالوا ادع لنا ربك يبين لنا ما هي قال إنه يقول إنها بقرة لا فارض ولا بكر أوان بين ذلك فافعلوا ما تؤمرون. Sadakallahu azim. Ayet-i kerimede Allah Azze ve Celle böyle buyurmaktadır. Onlar dediler, bizden ötürü Rabbini çağırıp Rabbine dua edip soruş ki o inek ne cür olmalıdır. Musa Allah o ineğin ne çok koca ne de çok cavan değil bunların ikisinin arasında diyor olduğunu buyurur. Size emrolunan şeyi yerine getirin dedi. Ben İsrail ilahi emre itaat etmemek için yersiz inatlarıyla belki bu emri değiştirebileceklerini ümit ederek bizden ötürü Rabbine soruş dediler. İnek ne cür olmalıdır? Alametleri nicedir, hansı renktedir vesaire. Hatta onu kesmemek için bütün verilmeyecek sualları da verip onları kölelikten azatlığa, yokluktan bolluğa, fakirlikten zenginliğe çıkardan Allah'ın peygamberini gazaplendirdiler. Hatta emrolunan ineği kesmemek için bütün verilmeyecek sualları da verip onları kölelikten azatlığa, yokluktan bolluğa, fakirlikten zenginliğe çıkardan Allah'ın peygamberini gazaplendirdiler. Allah Azze ve Celle 69. ayet-i kerimede قال ادع لنا ربك يبين لنا ما لونها قال إنه يقول إنها بقرة صفراء فاقع لونها تسر الناظرين. Sadakallahu azim. Ayet-i kerimede Allah Azze ve Celle onlar dediler bizden ötürü Rabbini çağırıp soruş koy onun rengini de bize bildirsin. Ey Musa bize emrettiğin ineğin şeklini bildirdin. İndi ise rengini de bildir. Ayetler çok sual veren kavimlerin işlerini daha da çetinleştirdiğini etmek istememeye niyetli olmasına ve bunun beğenilmediğinde ifadedir. Adi bir ineğin kesilmesi emrolunduğu halde verilen her bir sual Yahudilerin işini daha da çetinleştirmişti. 70. ayette de Allah Azze ve Celle قال ادع لنا ربك يبين لنا ما هي إن البقرة تشابه علينا وإنا إن شاء الله لمهتدون. Sadakallahu azim. Ayet-i kerimede Allah Azze ve Celle böyle buyurur. Onlar yine dediler. Bizim için Rabbine dua et ki onun əsl sifətini bize bildirsin. Çünkü biz ümumiyyətlə inəkləri birbirine benzedirik. Eğer Allah istese biz kesilmesi emredilen o ineği tapar ve bu mesele barəsində elbette düz yolda olarak buyurdular. İsrail evlatları Allah'tan gelen vəhyi icra etmemek ve evvelki düşüncelerinden sıyrılması, ibadet ettikleri ilah olarak kabul ettikleri varlığı kesmekle bütün cahiliye düşüncelerini aradan kaldırmakla sınağa tutulduklarını çok güzel bilirdi. İnsanlığın en büyük çetinliği şuur altı ve etraf mühitin tesiriyle verdiş haline gelen düşünce, hayat terzini değiştirmektir. İnsanlığın en büyük çetinliği şuur altı ve etraf mühitin tesiriyle verdiş haline gelen düşünce, hayat terzini değiştirmektir. Ayet-i kerimede bir daha bu hakikat ineğin kesilmesinin emrolunması hikmetiyle dile getirilir. Şüphesiz Allah istese biz bu ineği tapabilirik. Belki de emir sana məxsusdur. İlahi merkezli değil dediler. Aynı zamanda burada Allah Resulü'nün tebliğ ettiği ümmetle mukayesede ilahi emirlerin icrasıyla ümmetlerin peygamberlerine olan bağlılığı da ifade olunmaktadır. Bir diğer ayet-i kerimede 71. ayette Allah Azze ve Celle قال إنه يقول إنها بقرة لا ظلول تصير الأرض ولا تسقي الحرث مسلمة لا شية فيها قالوا الآن جئت بالحق فذبحوها وما كادوا يفعلون. Sadakallahu azim. Ayet-i kerimede Allah Azze ve Celle Musa dedi. Rabbiniz buyurur ki o hiç kese aram olmayıp boyunduruk götürmeyen, tarla sürmeyen, ekin suvarmayan, eyipsiz, kusursuz ve lekesiz sapsarı bir inektir. Bu zaman onlar indi işi harekete getirip çıkarttım dediler ve onu ineği tapıp kestiler. Ama az kalmıştı ki bu işi yerine getirmesinler. Yersiz inat, emr olmayan mesele, mevzu hakkında verilen suallar, edilen itirazlar ilahi emrin yükünü daha da artırmaktadır. Bir inek kesilmesi emrolunduğu halde bunun rengini, şeklini, görüşünü soruşmakla Yahudilerin aktarışı daha da çetinleştirilmiştir. İnek xüsusiyyətləri ram olunmayan, tarla sürmeyen, ekin suvarmayan, eyipsiz, kusursuz, lekesiz, sapsarı inekdir. İnek çetinlikle tapıldığı kimi, Yahudiler de çetinlikle ilah olarak kabul ettikleri məbudlarını qurban verebildiler. Deməli, inek çetinlikle tapıldığı kimi, Yahudiler de çetinlikle ilah olarak kabul ettikleri məbudlarını qurban verebildiler.
Ayet-i kerimelerden çıkarttığımız neticelere gelince ilk olarak Allah Teala kullarına dünyalık nimetlere göre değil, Allah'ın emirlerine, peygamberlere karşı asi davrandıklarına göre onlara zelilik, miskinlik tağması vurar. Bir diğer hikmet, şüphesiz qövmlərin hər biri peyğəmbərinin gətirdiklərinə tabi olduğu kimi, peyğəmbərinin gəlməsini müjdələdiyi ən son peyğəmbərdən, ən son dindən də nəsibini almaqla nicat tapar. Bir başqa hikmət, biz sizə yüzlərlə nimət, hikmət, dünyadakı hər şeydən qiymətli hidayət nəsib etdikdən sonra Yahudilərə Tövrata, hər din mənsubuna da öz kitabına qəti şəkildə sarılmasını, pis əməllərdən çəkinməsini əmr etdik. Allahın təvvab olması, tövbələri və qullarının hər daim xətası ilə qəbul edən olması qullarının ən böyük fürsət və imkanlarındandır. Bir başqa hikmət, qadağan olunan meyvədən yemək, ibadət əmr olunan gündə balıq tutmaq, bir gün su içmə haqqı ayrılan salihin dəvəsinə əl uzatmaq, Allahın sonsuz rəhmətini daraldan davranışlardan deyil. İlahi əmr, yeganə məbud olan Allahın sonsuz nemətlər qarşısında ən sadə imtihanlarından uğurla keçə bilməyən qullarına qarşı bir cəzalandırma metodudur. Əsl zəlil və həqirlik vücudla insan, düşüncə ilə meymun olmaq olsa da, cismani və ya ruhani şəkil dəyişməsinin ayətlərin hikməti qarşısında heç bir mahiyyəti yoxdur. Bir başqa hikmət, insanların sevdiyi, tanrılaşdırdığı əşyanı, varlığı ortadan qaldırmaq, onların tanrılaşdırma inanclarına ən böyük zədədir. 8-ci hikmət, hikmət və həqiqətlər aşkar, aydın olduqdan sonra inadına sual vermək, az olanı çoxaltmaq, deyilməyənin, əmr olunmayanın məcburiyyətə çevrilməsinə səbəb ola biləcəyi üçün bu davranışdan məqsədsiz, axtarışdan uzaq olmaq lazımdır. Bir başqa hikmət, insanlığın ən böyük çətinliyi şuuraltı və ətraf mühitin təsiri ilə vərdiş halına gələn düşüncə və həyat tərzini dəyişdirməsidir. İnsanlığın ən böyük çətinliyi şuuraltı və ətraf mühitin təsiri ilə vərdiş halına gələn düşüncə və həyat tərzini dəyişdirməsidir. Sonuncu hikmətə gəlincə, yersiz inat, əmr olunmayan məsələ, mövzu haqqında verilən suallar, edilən etirazlar ilahi əmrin yükünü daha da artırmaqdadır. Bu, təzəkkürü məhdudlaşdırmaq deyil, sağlam niyyətlə, səmimiyyətlə yolla çıxmayanların önünü kəsmək, nifaqını söndürmək üçündür. Bu, təzəkkürü məhdudlaşdırmaq deyil, sağlam niyyətlə, səmimiyyətlə yola çıxmayanların önünü kəsmək, nifaqını söndürmək üçündür. Şübhəsiz hər şeyin ən doğrusunu bilən də, deyən də Allah'tır.